Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən 19-cu əsr Azərbaycan mədəniyyəti mövzusudur. Biz bugünkü mədəniyyət mövzusunda təhsildən, elmin müxtəlif sahələrindən, tarix elmi, coğrafiya elmi, şərqşünaslıq elmi, mətbuat və incəsənətdən bəhs edəcəyik. Bilirik ki, 19-cu əsrdə Azərbaycan torpaqları Rusiya tərəfindən işğal edilmişdi. Rusiya digər sahələrdə olduğu kimi təhsil sahəsində də müstəmləkəçilik siyasəti yeridirdi. İlk dövrlərdə Rusiya Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsində maraqlı deyildi. Çar Rusiyasının məktəb siyasətinin əsasını nələr təşkil edirdi? Məktəb siyasətinin əsasını irticaçı siyasət təşkil edirdi. Bunlar da məktəb siyasətində başlıca məqsədi nədən ibarət idi? Pravoslavlıq, mütləqiyyət və xalqçılıq prinsiplərindən ibarət idi. Bu dövrdə Rusiyanın təhsil siyasətinin başlıca məqsədi nədən ibarət idi? İmperiyanın mənafeyinə uyğun məmurlar yetişdirməkdən ibarət idi. Çar Rusiyasının maraqlarını həyata keçirməkdən ibarət idi. Ona uyğun da Rusiya Azərbaycanda təhsil sistemi həyata keçirirdi. İlk dövrlərdə Azərbaycanda əsasən digər xalqların əsasən harda təhsil alırdılar? Digər xalqlar deyəndə ruslar nəzərdə tutulur. Bu dövrdə əsasən bunlar kilsələrdə, ilk dövrlərdə və xüsusi məktəblərdə rus övladlarının, məmurların uşaqları təhsil alırdı. Bilirik ki, bu dövrdə 19-cu əsrin əvvəllərində Azərbaycana almanlarla yanaşı ruslar və ermənilər də köçürmüşdü. Onlar əsasən xristiyan olduğu üçün kilsələrdə və xüsusi məktəblərdə təhsil alırdı. Rusiya hökuməti tərəfindən, Çar Rusiyası tərəfindən 1829-cu ildə kənd məktəbləri haqqında əsasnamə qəbul edildi. Bunun nəticəsində Azərbaycanda bir sıra ərazilərdə ibtidai kənd məktəbləri yaradılmağa başladı. Bu əsasnaməyə uyğun olaraq Azərbaycanda Avropa tipli ilk dünyəvi məktəbdə yaradıldı. Azərbaycanda ilk Avropa tipli məktəb 1830-cu ildə Şuşada yaradılmışdı. Şuşa qəzasında məktəb yaradıldı. 1830-cu ildə Şuşa qəzasında fəaliyyətə başlayan məktəblərdə tədris rus dilində idi, lakin burada ana dilində də məcburi kimi tədris edilirdi. Azərbaycan dilində tədris edilirdi. Şuşadan sonra belə bir məktəb İrəvan və həmçinin sonraki dövrdə digər Azərbaycan qəzalarında da belə bir məktəblər fəaliyyətə başlamışdı. Bu məktəblərdə əsasən düzdür, Azərbaycanlı nümayəndələr demək olar ki, az təhsil alırdılar Azərbaycanlılar. Əsasən rus məmurlarının övladları məktəblərdə təhsil alırdılar. Rusiya hökuməti bu dövrdə bölgəni idarə etmək üçün müsəlman din xadimlərinin də mühüm rolu vardı, nəzarətdə saxlamaq üçün. Ona görə də Rusiya hökuməti tərəfindən müsəlmanlar üçün də bir sıra məktəblər açılmışdı. 1849-cu ildə müsəlmanlar üçün Gəncədə, Şuşada, Şamaxıda, Bakıda artıq müsəlmanlar üçün məktəblər açıldı, fəaliyyətə başladı. Azərbaycanlılar əsasən ilkin ibtidai təhsilini mollaxanalarda alırdılar. Daha sonra isə orta təhsilini isə mədrəsələrdə alırdılar. Mollaxanada dəqiq təhsil müddəti yox idi. Burada əsasən ərəb və fars dilində oxuyurdular. Həmçinin burada əsasən məscidlərin nəzdində olurdu. Qurani Kərimi oxuyurdular. Mollaxanaların dəqiq təhsil müddəti demək olar ki, yox idi. Mollaxanaları bitirən şəxslər isə, yaxşı bitirən şəxslər mədrəsələrə daxil olurdular. Mədrəsələr böyük məscidlərin nəzdində yerləşirdi. Bir növ orta təhsil verirdi. 30 yaşına qədər olan şəxslər mədrəsələrdə təhsil ala bilərdilər. Əsasən kimlər təhsil alırdı? Əsasən oğlanlar təhsil alırdılar. Həmçinin mədrəsələrdə əsasən dini elmlərlə yanaşı dünyəvi elmlər də öyrədilirdi. Əsasən elmlər müsəlman şəriət qaydalarına uyğun öyrədilməsinə üstünlük verilirdi. Ümumiyyətlə, 19-cu əsrin ikinci yarısında Rusiyada və Azərbaycanda kapitalist münasibətləri inkişaf edirdi. Rusiya hökuməti kapitalist münasibətlərinin inkişafını artıq zərurətə çevrilmişdi. Ona görə də kapitalist münasibətlərin inkişafı nəticəsində
təhsilin inkişafını zəruri edən səbəblər də ortaya çıxmışdı və bunun nəticəsində təhsili inkişaf etdirmək üçün Rusiya hökuməti tərəfindən təhsil sahəsində 19-cu əsrin ikinci yarısında bir sıra islahatlar keçirdi. Bu dövrdə artıq xüsusi kadrlara tələbatın artması, kapitalist münasibətlərin inkişafı təhsilin inkişafı üçün zəruri edən islahatların keçirilməsini tələb edirdi. 1830-cu ildə yaradılmış qəza məktəbləri 1872-ci ildə 6 illik pullu şəhər məktəbləri ilə əvəz edildi və beləliklə 6 illik pullu şəhər məktəbləri yaradıldı. Bu məktəblərdə adından görüldüyü kimi pullu ödənişli əsaslarla fəaliyyət göstərirdi. 1874-cü ildə Azərbaycanda kənd əhalisi üçün ibtidai məktəblərdə fəaliyyət başladı. Bu məktəblərə həm də xalq məktəbləri adlandırılır. Burada təhsil və yalnız rus dilində idi. Bu məktəblərinin saxlanması kənd icmalarının, kənd cəmiyyətlərinin hesabına ödənilirdi. Azərbaycanda ilk orta məktəb 1865-ci ildə Bakıda fəaliyyətə başlamışdı. Bakıdakı gimnaziya 1865-ci ildə fəaliyyətə başlamış. Bakıdakı gimnaziya ilk orta məktəb hesab edilir. Burada əsasən oğlanlar təhsil alırdı. Həmçinin 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası da fəaliyyətə başladı. Bu gimnaziyaları, orta məktəbləri bitirən şəxslər universitetlərdə təhsil almaq hüququna malik olurdular. Bu dövrdə Azərbaycanlı ziyalıların təşəbbüsü ilə artıq Rus-Tatar, yəni ilk Rus-Azərbaycanlı məktəblərdə fəaliyyətə başlamışdı. Bu, Rus-Azərbaycan məktəblərində açılmasında məqsəd ondan ibarət idi ki, Azərbaycanlıları orta məktəbə hazırlamaqdan ibarət idi. Bu məktəblərin ilk ilində Azərbaycan dili məcburi fən kimi keçirilirdi. Rus-Azərbaycan məktəbinin yaradılmasında 1887-ci ildə Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qanızadənin mühüm rolu olmuşdu. Bunların təşəbbüsü ilə yaradılmışdı. Burada dediyi Azərbaycan dili məcburi fən kimi keçirilirdi. 19-cu əsrin 60-cı illərində artıq Azərbaycanda bir sıra şəxslər tərəfindən yeni üsullu məktəblər də yaradılmışdı. Bunlar üsuli cədid məktəbləri adlandırılır. Əsasən üsuli cədid məktəblərində yeni üsullarla tədris edilirdi. Əzbərləmə üsulundan imtina edilirdi. Həmçinin burada cismani cəza üsulu da ləğv edilmişdi. Burada Şamaxıda, Şuşada, Naxçıvanda, İrəvan və Təbrizdə üsuli cədid məktəbləri fəaliyyətə başlamışdı. Şamaxıdakı üsuli cədid məktəbinin yaradılması Seyid Əzim Şirvaninin adı ilə bağlıdır. Şuşada Mir Mövsüm Nəvvab, Naxçıvanda Məhəmməd Tağı Sidqi, İrəvan və Təbrizdə isə Mirzə Həsən Rüşidiyyə tərəfindən yeni üsuli cədid məktəblər fəaliyyətə başlamışdı. Bu dövrdə artıq Azərbaycanlı kadrlar da hazırlamaq, məktəblər üçün müəllimlər də hazırlamaq lazım idi. Bunun üçün də artıq Cənubi Qafqazda 1876-cı ildə Qori Müəllimlər Seminariyası fəaliyyətə başladı. Qori Müəllimlər Seminariyasının fəaliyyətə başlaması çox mühüm əhəmiyyət kəsb edirdi. Qori Müəllimlər Seminariyasının yaradılmasında, Qori Müəllimlər Seminariyasının 1879-cu ildə Azərbaycan şöbəsi də fəaliyyətə başlamışdı. Azərbaycan şöbəsi də mühüm rol oynamışdı. Həmçinin bu dövrdə 1885-ci ildə Azərbaycan şöbəsindən sonra 1881-ci ildə İrəvan Müəllimlər Seminariyası da fəaliyyətə başlamışdı. Bu seminariyada bir sıra görkəmli Azərbaycanlılar təhsil almışdılar. Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə də bu seminariyanın məzunları içərisindən çıxmış görkəmli şəxslər idi. Artıq 19-cu əsrin ikinci yarısında Azərbaycanda bir sıra şəxslər xaricdə təhsil aldılar, xaricin ali məktəblərində. Bu da Azərbaycanda 19-cu əsrin ikinci yarısında yeni ziyalı nəslinin ortaya çıxmasına gətirib çıxartdı. Yeni ziyalı nəslindən kimlərin adları deyə bilərik bu dövrdə? Bu dövrdə Əlimərdan bəy Topçubaşov,
Həsən bəy Ağayev, Üzeyir Hacıbəyli, Ağabəy Yadigarov, Mövsüm bəy Xanlarov, Həsən bəy Zərdabi bu dövrdə ikinci yarısında meydana çıxmış görkəmli nümayəndələrdir. Həmçinin bu dövrdə Azərbaycanın görkəmli bir sıra burjuaziya nümayəndələri də Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi şəxslər də Azərbaycanlılar üçün məktəblər açmaq üçün maraqlı idilər və bu işə də kifayət qədər vəsait ayırırdılar. Artıq bu dövrdə qiraətxanalar da yaradılırdı. Qiraətxanalar nədir? Qiraətxanalar əsasən bir növ oxu zallarıdır. Burada əsasən çap materialları və kitabları oxuyurdular. Düzdür, qiraətxanaların əksəriyyətində demək olar ki, kitablar və qəzetlər rus dilli idi. Ancaq 1894-cü ildə Nəriman Nərimanov tərəfindən Bakıda Azərbaycan dilində qiraətxana da fəaliyyətə başlamışdı. Bu dövrdə dedik, elmin müxtəlif sahələri inkişaf edirdi. Bu dövrdə elmin inkişaf edən sahələrindən biri də tarix elmi idi. Bu dövrdə Azərbaycan tarixinin tarixi əsaslarla yazılması ilk dəfə Abbasqulu Ağa Bakıxanovun adı ilə bağlıdır. Abbasqulu Ağa Bakıxanov Gülüstan-ı İrəm əsərini yazmışdı. Gülüstan-ı İrəm əsərində Cənubi Şərqi Qafqazın, Dağıstan və Şirvanın tarixi qədim dövrlərdən 1813-cü ilə qədər Gülüstan müqaviləsinə qədər olan dövr əks edilmişdi. Həmçinin bu dövrdə Abbasqulu Ağa Bakıxanovla yanaşı Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, Kərim Ağa Fatih, İskəndər bəy Hacı Niski kimi görkəmli tarixçilər də vardı. Kərim Ağa Fatih Şəki xanlarının müxtəsər tarixi əsərini yazmışdı. İskəndər bəy Hacı Niski Qubalı Fətəli xanın tarixi əsərini yazmışdı. Həmçinin Mirzə Adıgözəl bəy Qarabağnamə, Mirzə Camal Cavanşir isə Qarabağ tarixi əsərinin müəllifi idi. Bu dövrdə Azərbaycanda coğrafiya elmi də inkişaf edirdi. Coğrafiya elminin inkişafında da Abbasqulu Ağa Bakıxanovun mühüm rolu olmuşdu. Həmçinin coğrafiya elminin inkişafında Hacı Zeynalabdin Şirvaninin də mühüm rolu olmuşdu. Hacı Zeynalabdin Şirvani ömrünün böyük bir hissəsini səyahətdə keçirmiş və bu səyahətləri əsasında coğrafiyaya aid əsərlər yazmışdı. Həmçinin Abbasqulu Ağa Bakıxanov Kəşfül Qəraib Abbasqulu Ağa Bakıxanov coğrafiyaya aid Kəşfül Qəraib Amerikanın kəşfi əsərində yazmışdı. Həmçinin ümumi coğrafiya əsərinin də müəllifidir. Bu dövrdə Azərbaycanda inkişaf edən elmlərdən biri də, ümumiyyətlə inkişaf edən elmlərdən biri də şərqşünaslıq elmidir. Şərqşünaslıq nədir? Şərq ölkələrinin tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənən elmə şərqşünaslıq deyilir. Bu dövrdə şərqşünas alimlər içərisində ikisini xüsusilə qeyd etmək olar. Biri kimdir? Biri Mirzə Cəfər Topçubaşovdur, digəri isə Mirzə Kazım bəydir. Bu dövrün Kazım bəy görkəmli coğrafiyaşünaslardır. Hər ikisi Peterburq universitetlərində Rusiyada şərqşünaslıq elmi ilə məşğul olmuşdular. Mirzə Cəfər Topçubaşov Peterburq universitetində dərs demiş, o və fars və türk dillərini tədris etmişdi. Rus arxeologiya cəmiyyətinin şərq numizmatika şöbəsinə rəhbərlik etmişdi. Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Həmçinin bu dövrün görkəmli alimlərindən biri Mirzə Kazım bəydir. Mirzə Kazım bəy də Mirzə Cəfər Topçubaşov kimi Peterburq, daha sonra isə Kazan Universitetində dərs demişdi. Burada Kazan Universitetində dərs demişdi. İlk dəfə Azərbaycanlılar üçün türk-tətar dilinin qrammatikası əsərini yazmışdı. Ana dilində ilk dərsliyin müəllifidir və bu əsərə görə o Demidov mükafatına layiq görülmüşdü. Hər ikisi öz dövrünün görkəmli coğrafiyaşünasları idi. Rusiya elminin bu dövrdə kimya elminin inkişafında Mendeleyevin xüsusi xidmətləri olmuşdu. Mendeleyev bu dövrdə neft sənayesindəki kimyavi prosesləri öyrənmək üçün 3 dəfə Bakıya gəlmişdi. Mövsüm bəy Xanlarov Strasburq Universitetinin bitirmişdi. Həmçinin bu dövr Azərbaycanda ilk üzvi kimyaçı alim hesab edilir. Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin təbiət fakültələri ixtisasını bitirmişdi. Bu dövrdə Azərbaycanda inkişaf edən sahələrdən biri də teatr sahəsi idi. Azərbaycanda milli teatrın əsası 1873-cü ildə Həsən bəy Zərdabi və onun tələbəsi
Nəcəf bəy Vəzirov tərəfindən əsası qoyulmuşdu. Azərbaycanda əvvəlki dövrdə də tamaşa əsərlər qoyulurdu, ancaq bunlar tam şəkildə peşəkar deyildi. İlk dəfə Milli Teatrın əsası 1873-cü ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli Axundzadənin Sərgüzəşti Vəzrixani əsəri, Lənkəran əsəri ilk dəfə teatr tamaşasına qoyulmuşdu. 1883-cü ildə artıq 1883-cü ildə peşəkar aktyorlar truppası fəaliyyətə başlamışdı. 1883-cü ildə isə Hacı Zeynalabdin Tağıyevin vəsaiti əsasına Bakıda teatr binası tikilmişdi. Bu dövrdə Azərbaycanda inkişaf edən sahələrdən biri də məhtubat idi. Daha doğrusu bu dövrdə ilk dəfə Azərbaycan Milli Məhtubatının əsası qoyuldu. Azərbaycan Milli Məhtubatının əsası Əkinçi qəzeti ilə qoyulmuşdu. Əkinçi qəzeti 1875-1877-ci illərdə fəaliyyət göstərmişdi. Əkinçi qəzetinin başlıca məqsədi nə idi? Xalqı maarifləndirməkdən ibarət idi, təhsili təbliğ etməkdən ibarət idi və demokratik qaydaları yaymaqdan ibarət idi. Əkinçi qəzeti ayda 2 dəfə nəşr edilirdi. Hər dəfə təxminən 300-400 nəşrlə çıxırdı. Əkinçi qəzeti 1877-ci ildə Rus-Osmanlı müharibəsinin başlanması və həmçinin bunda siyasi təbliğat ideyalarına bəhanə gətirilərək 1877-ci ildə fəaliyyətini dayandırmışdı. Ancaq Əkinçinin yolu sonraki dövrdə başqa qəzetlər davam etdirmişdi. 1879-cu ildə Tiflisdə Ziya qəzeti fəaliyyətə başlamışdı. Səid Əfəndi Ünsüzadə tərəfindən. Səid Əfəndi Ünsüzadə bu qəzetin redaktoru idi. 1880-ci ildən isə Ziya Qafqazi adı altında nəşr edilməyə başlamışdı. Bu dövrdə Azərbaycanda nəşr edilən qəzetlərdən biri də Kəşkül qəzeti idi. Kəşkül qəzeti 1883-cü ildə fəaliyyətə başlamışdı. Tiflisdə fəaliyyətə başlamışdı. Bunun rəhbəri isə Cəllal Ünsüzadə olmuşdu. İlk dəfə 1891-ci ildə Azərbaycan milləti ifadəsi Kəşkül qəzetində işlədilmişdi. Bu dövrdə Azərbaycanda musiqidə inkişaf edirdi. Musiqinin inkişafı əsasən iki istiqamətdə götürmək olar. Bir aşıq yaradıcılığı, digəri isə muğam sahəsini götürmək olar. Bu dövrdə musiqinin inkişafında Aşıq Ələsgərin, Molla Cumanın, Xarrat Qurunun mühüm rolu olmuşdu. Azərbaycanda 19-cu əsrdə ikinci yarısında inkişaf edən sahələrdən biri də rəssamlıq idi. Burada Mir Mövsüm Nəvvab, Mirzə Qədim İrəvani və Xurşid Banu Natəvan ədəbiyyat sahəsində olduğu kimi rəssamlıq sahəsində də xüsusi istedada malik olan şəxslərdən biri olmuşdur. Rusiya Azərbaycan torpaqlarını işğal etdikdən sonra memarlıq və şəhər quruculuğu sahəsində də bir sıra işlər görüldü. Əsasən bu dövrdə bu ilk vaxtlar Rus hərbiçiləri tərəfindən görülürdü. Bu dövrdə Azərbaycanın bir sıra şəhərlərinin memarlıq planı hazırlanmışdı. Hansı şəhərlərdir bunlar? Bakı idi, Gəncə idi, Naxçıvan şəhəri idi, həmçinin Şamaxı şəhərinin baş planları da hazırlanmışdı. Baş planı hazırlanan ilk Azərbaycan şəhəri isə Şamaxı şəhəri olmuşdu. Bu dövrdə Bakının 19-cu əsrin ikinci yarısında Bakı şəhəri sürətlə inkişaf edirdi. Bakı şəhərinin ətrafında bir sıra məhəllələr də salınmışdı. Bu məhəllələrdə əsasən hansı məhəllələrdir? Dağlı məhəlləsi vardı, Quba məhəlləsi vardı, Çəmbərənkənd məhəlləsi vardı. Burada əsasən Bakı və ətraf ərazilərdən işləməyə gələn şəxslər bu ərazilərdə qalırdılar. Bu dövrdə Bakıda şəhər salma, ümumiyyətlə Azərbaycanda şəhər salma işində kimin mühüm rolu olmuşdu? Qasım bəy Hacı Bababəyov, Zivər bəy Əhmədbəyovun, İosif Qosloviskinin mühüm rolu olmuşdu. 1898-1900-cu illərdə Hacı Zeynalabdin Tağıyevin vəsaiti əsasına Bakıda Qosloviskinin layihəsi əsasında qız məktəbi tikilmişdi. Qız məktəbinin fəaliyyətə başlaması isə 1901-ci ilə aiddir. Bu dərsimizlə bağlı bu qədər.